Bismillahirrahmanirrahim. Və salatu və selamu alə mən lə nəbiyə ba'dahu. Xoş gəlmişsən. Təşəkkür edirəm. Xoş günlər zəqinə. Çox sağ olun. İnşallah bir mövzu haqqında istəyirəm ki, müzakirə edək. Və bilirsiniz ki, Məkkədən əvvəlki dövrə cəhalət dövrü deyilib. Nə üçün Məkkədən əvvəlki dövrə cəhalət dövrü deyilib? Nə üçün o dövrə, yəni zülmət dövrü deyilib? Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə əşrefil ənbiyai vəl mursalin. Əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammədən abduhu və rasuluh. Mən də Coşqun müəllim təşəkkür edirəm. Allah razı olsun dəvətə görə, həmçinin belə bir mövzu açıldığına görə. Və həqiqətən də çox önəmli bir məsələdir. İnsan bu şeyi bildikdə nemətlərin qədrini bilmiş olur. İnsan belə deyək də, pisi biləndə, pis şeyləri görəndə, biləndə yaxşının da qədrini bilir və həmçinin dəyərləndirir. Məkkə dövrü Peyğəmbər sallallahu əleyhi və səlləm nübüvvət gəlməmişdən öncə niyə görə cəhalət dövrü adlanırdı? Çünki öncəki peyğəmbərlərin gətirdiyi iman, hidayət nuru artıq unudulub getmişdi. Başqa sözlə desək, şirklə, küfrlə əvəz olunmuşdu. Və bu cəmiyyətdə hər yöndən özünü göstərdi. İstər sosial məsələlərdə, istər ictimai məsələlərdə özünü göstərirdi. Ən birincisi o idi ki, insanlar Allahdan uzaq düşüb bütlərə üst tutmuşlar, bütlərə tapınırdılar, onlara pənah aparırdılar. İkinci yöndən o idi ki, onların sosial durumlarında sələm çoxalmışdı, sələmçilik var idi və cürə sələm yolları var idi. Və həmçinin onların güclüləri, zəiflərin əzirdi və buna görə də kasıb adamlar, zəif adamlar qız uşaqların diri-diri bastırırdılar. Bu artıq onlarda normal adət halına gəlib çıxmışdı ki, gələcəkdə namus və şərəfləri ləkələnməsin deyə qız uşaqların körpəkən aparıb bastırırdı. Bunu təbii ki, zəif adamlar edirdi. Və bu kimi şeylər hamısı göstərir ki, cəmiyyətdə ciddi bir şəkildə cəhalət və zülmət var idi. Və İbrahim Peyğəmbərin dinini özləri nisbət eləməklərinə baxmayaraq, həqiqətdə isə onlar bütpərəst idi. Həmçinin bu kimi azğın günahları da çox rahat bir şəkildə eləyirdilər. İçki içmək, qumar oynamaq və s. bu kimi günahlar da onların cəmiyyətində adiləşmişdi. Və yaxın ətrafda, belə deyək, lap yaxın ətrafda nasranilər var idi, kitab əhli var idi. Necə ki, Nofəl ibn Varaqada, Allah ona razı olsun, Xədicə anamızın yaxın qohumlarından idi. Peyğəmbər sallallahu əleyhi və səlləm vəhy gələndə ilk onunla görüşmüşdü. Göstərir ki, yaxın ətrafda kitab əhli də var idi, nasranilər var idi. Lakin ərəblər belə deyək, onlardan da uzaq idilər. Onların da dinlərindən və mədəniyyətlərindən uzaq idi. Və artıq o yerə gəlib çıxmışdı ki, bütöv zülmət Ərəbistan yarımadasını bürümüşdü. Və bununla da yanaşı onlar belə deyək də siyasi yöndən də çox geridə idilər. Heç vaxt dövlətləri olmamışdı, siyasətləri olmamışdı. Bu yöndə onların heç bir ambisiyaları yox idi. Və ta ki Allah Teala Muhammed sallallahu əleyhi və səlləmi göndərib onları zülmətlərdən nura çıxartdığına görə. Və məhz buna görə də o devir cəhalət devri adlanır. Yəni peyğəmbərsiz və Quransız, Allahın kitabınsız bir dövr həqiqətən də yəni cəhalət bir zamanıdır, cəhalət bir dövrüdür. Yəni qeyd etdiyiniz kimi, yəni Məkkə müşrikləri 360 bütə ibadət edirdilər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm göndərdikdə yəni insanlar sinif-sinif idi. Bəziləri daşlara ibadət edirdilər, yəni bütlərə ibadət edirdilər. Bəziləri ağaclara, bəziləri mələklərə, bəziləri salihlərə, bəziləri də yəni günəşlərə ibadət edirdilər. Və bunlar yəni bu məsələdə Allah Azza və Cəllənin haqlarına girmişdilər və həqiqətən də şirk Allah Quran-Kərimdə bildirdiyi kimi ən böyük zülmətdir. Sonra onlar qeyd etdiyiniz kimi yəni qadın haqlarına da girmişdilər, uşaqları öldürürdülər və qadınları haqq tanımırdılar. Qadınları qul kimi yəni istifadə yəni edirdilər. Sonra riba məsələsində də hədd aşmışdılar. Varlıları kasıbların riba ilə belə deyək aşağılayırdı. Bəzi belə deyək də bəzi pis durumlara salırdı. Həmçinin də və digər məsələn qəbiləçilik var idi. Yəni adi məsələləri şişirdirdilər. Düşmənçiliklər, müharibələr aparırdılar illərlə özdə. Ta ki Allah Azza və Cəllə Peyğəmbər sallallahu əleyhi və səlləmi göndərdi. Onları o cəhalətdən, o zülmətdən nura çıxartdı. Necə ki Allah Azza və Cəllə Quran-Kərimdə buyurur ki: "Vallahu valiyyullezina amanu yukhrijuhum minez-zulmati ilen-nur." Allah Azza və Cəllə iman gətirənləri zülmətdən, yəni nura çıxardır. Onların dostudur və onları
zülmətdən nura çıxardı. Və Ağalı müəllim və Qurani-Kərim gəldi, yəni insanlara, yəni belə deyək, möcüzəvi bir kitab və insanları o azğınlıqdan çıxartdı. Və Quranın, yəni insanın həqiqətən də həyatını dəyişməsində böyük bir səbəbi var, böyük bir rolu var. O rollar hansılardır? Qurani Kərim bir hidayət kitabıdır. Allah Subhanahu taala Qurani Kərimlə bizim aramızda olan bir irtibatı bu şəkildə vəsf eləyir ki, biz sizə elə bir kitab nazil etdik ki, o kitabda sizin zikriniz vardır. Fihi zikrukum. Fihi zikrukum o deməkdir ki, yəni sizin bütün halınız, əhvalınız Qurani Kərimdə vardır. Bizim ehtiyac duyduğumuz, sağlam yaşadığımız, insani şərafətdə yaşamağımız üçün orada bizə hər cürə yol göstərilmişdir. Yəni Qurani Kərim göndərilmişdir ki, insanlar sağlam etiqadda olsun. Qurani Kərim göndərilmişdir, insan şərəfli, qeyrətli yaşasın. Qurani Kərim göndərilmişdir, insan ağıllı yaşasın. İçkidən, filan şeylərdən, içki və bu qəbildə olan şeylər uzaq durmaqla. Qurani Kərim göndərilmiş ki, insanların nəsəbi salamat qalsın. Sağlam evliliyinə. Qurani Kərim göndərilmişdir ki, insanların malları qorunulsun. Yəni oğurluğu haram eləyərək, qəsbkarlığı haram eləyərək. Əgər insanlar Qurani Kərimə əməl eləyərək, onu həyatlarında bir düstur tutaraq, rəhbər tutaraq yaşayarlarsa, təbii ki, onları belə deyək, bir izzətli bir həyat gözləyir. Yox, əgər uzaq durarlarsa, necə ki, yenə Qurani Kərimdə Allah Teala Peyğəmbərimizin dilindən deyir, qiyamət günü Peyğəmbər deyir, qalə Rasul innə qavmi ittəxadu həzəl Qur'anə məhcura. Ey Rəbbim şikayət eləyəcək, ümmətindən Allaha şikayət eləyəcək və deyəcək ki, ey Rəbbim, həqiqətən də mənim ümmətim Quranı tərk elədilər, həcr elədilər. Allahu Akbar. Həqiqətən, yəni Quranın möcüzəvi bir kitab olduğunu, Allahın bir kitab olduğunu, yəni təsdiqləyən bir məsələdir ki, o cürlə zalım insanları o zülmətlərdən çıxartdı və onları neynədi Ağalı müəllim? Ən izzətli insanlar etdi, ən şərəfli insanlar etdi. Və ona bir misal çəkim, dostum, icazə verirsinizsə, üzr istəyirəm. Sonra yadımdan çıxar. Bax, deyirlər ki, ərəblərdə kateqoriyalar vardı. Həm insanlar arasında belə deyək də oliqarx bir təbəqə var idi, ondan sonra gələn vardı zənginlər, ondan sonra zənginlər, ta ki gəlirdi qullara qədər. Hətta deyirlər ki, qullar özdə 3 kateqoriya bölünürdü ərəb cəmiyyətində. Var idi heyvanlara xidmət edən qullar, var idi kişilərə xidmət edən qullar, bir də vardı qadınlara xidmət edən qullar. Ən üstünü kişilərə xidmət edən, sonra qadınlara, sonra da heyvanlara. Heyvanlara qulluq edən, xidmət edən qullar cəmiyyətdə heç bir dəyər daşımırdı. Onlara heyvandan da aşağı baxırdılar. Onlar məsələn təsəvvür edir ki, bir çanta olurdu, məsələn belə deyək, içində əriyən bir şey var. Qulu deyirlər ki, dayan burada, kölgə düşsün, onun üstünə əriməsin, təsəvvür edin. Bilal radiyallahu anh həmin o qəbildən idi. Allahu Akbar. Bilal o qəbildən idi. Lakin Bilal Allahın nuruna cavab verdi, Allahın hidayətinə isticab elədi. Allah da Bilalı görün hardan hara gətirdi. Bilal Şamın valisi oldu. Allahu Akbar. Şam bilirsiniz, Şam həmişə mədəniyyətin mərkəzi olub. Vaxtı ilə Rumluların vaxtında, onların devrində mədəniyyətin mərkəzi idi. Sonra müsəlmanlar o torpaqları fəth eləyəndən sonra Ömər bin Xattab radiyallahu anh'ın zamanında, hansı ki oranın başçısı öz özəli ilə Qüdsün açarını Ömər bin Xattaba təhvil verdi. Və yenə də müsəlmanlarda olanda da yenə də Şam torpaqları mədəniyyətin mərkəzi idi. Təsəvvür edin ki, hətta Sovetlər vaxtı, məsələn Suriyada tibb elmi yeganə dünyada ölkə idi ki, ərəb dilində terminoloji olaraq istilahlar var idi. Həmişə bu günə qədər, sadəcə indi orada müharibələr falan Allah təala o əvvəlki izzətinə qaytarsın. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, mələklər qanadlarını açıb Şamın üzərinə. Bilal gəldi, tövlədən çıxdı, gəldi orada Şamın valisi. Nə ilə oldu? Allah da Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İnnallaha yerfa'u bihazal kitab aqwaman və yed'u bihil axarin." Allah təala bu kitabla neçə qövmləri qaldırır, neçə qövmləri aşağılayır. Bilal gəldi, sonra Əbubəkir Bilaldan danışanda bilirsiniz nə deyir? Deyir ki, daha doğrusu Ömər bin Xattab. Deyir ki, Seyyiduna Əbubəkir a'taqa seyyidənə Bilal. Deyir ki, ağamız Əbubəkir, ağamız Bilalı azad elədi. O vaxt ona zülm işgəncə verilən zaman gəlir Əbubəkir onun pulunu verir, ağasını alır, azad edir. Ömər Bilala seyid demək bilirsiniz nə deməkdir? Mümkün olmayan bir şey idi. Yəni ərəblərdə ümumiyyətlə o inanılmaz bir şey idi ki, Ömər kimi nəsilli, nəcabətli, şücaətli bir insan, adlı sanlı nəslin adlı sanlı nümayəndəsi dəvə tövləsində xidmət edən qapqara dərli bir zənciyə seyid desin. Heyvanlara xidmət eləyir. Hayır.
Hətta qeyd etdiyiniz kimi qul kateqoriyasında ən aşağı Ən sinif. aşağı sinif olan Bilala seyyiddir. Nə ilə oldu? Quranla. Ona görə insanlar velillahil izzət və lirasulihi və lilmu'minina velakinnel munafiqina la ya'lamun. Deyir ki, izzət Allaha, onun Rasuluna və o möminlərə aid, lakin münafiqlər bunu bilmir. Necə ki Allah Quran-ı Kərimdə buyurur ki, İnnə həzəl Qur'an yəhdi lilləti hiyə əqvam. Bəli. Bu Quran insanları həqiqətən doğru yola Bəli, yönəldir. ən üstün olana çağırır. Allahu akbar. Aqvam. Və həqiqətən də biz görürük ki, yəni elə bir insanları Allah Azza və Cəllə bu kitabla zülmətlərdən, cəhalət dövründən nura çıxartdı. Yəni imana çıxartdı və Allah Azza və Cəllə onlara hidayət verdi. Yəni İslam gəlməklə Ali müəllim belə deyək, şirkin belə deyək, kökün kəsdi. Elə deyil. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm dəvəti başladı. Sonra səbir, mübarizə, sonra tövhidin yəni qəbul olması, qeyd etdiyiniz kimi sosial məsələlər düzəlməyə başladı, irqçilik artıq aradan qalxdı. Əksi oldu bunların. Bunların əksi nə oldu? Yəni şirkin əvəzinə tövhid gəldi. Sosial çatışmamazlığın əvəzinə riba aradan qalxdı. Qadınların belə deyək, haqları yerinə gəldi. Bax, Zəkat prinsipi həyata keçdi. Yetimlərin malları necə ki Allah Azza və Cəllə Quran-ı Kərimdə onlarla ayədə yetimlərin mallarının qorunması haqqında danışır. Və s. Allah Azza və Cəllə bir qanunla gəlib onların o batil qanunların doğru bir qanunla əvəzləyir və insanlar da İslam'a axışırlar. Artıq onlar ədalət görürlər. Onlar o zülmətin əvəzi olaraq bir nur görürlər və İslamı seçirlər. Və Ali müəllim, həqiqətən biz yəni baxırıq tarixə, yəni onlar izzətli olublar neçə əsrlərlə. Təqribən neçənci əsrə qədər onlar belə izzətli olublar. Onların bir belə deyək adları olub, sanları olub. Qeyd etdiyiniz kimi Bilal kimi və digər sahabelər, yəni onların nə zamana kimi izzəti davam edib? Bax belə deyək də, İslam tarixinə baxanda görürük ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra gəldi onun xəlifəsi Bəli. Əbu Bəkr. Sonra gəldi Əbu Bəkrin xəlifəsi, Peyğəmbərin xəlifəsinin xəlifəsi gəldi Ömər. Ondan sonra gəldi Osman radiyallahu anhu. Artıq Osman ilk dəfə Əmir-əl-Müminin olaraq səslənən odur. Gəldi Osman radiyallahu anhu, ondan sonra gəldi Əli radiyallahu anhu və beləcə Raşidi xəlifələr bu şəkildə davam elədi ta ki 6 aylıq Həsən radiyallahu anhumənin hakimiyyət devrinə qədər. Ondan sonra artıq başladı nə? Məliklik, mülk. Yəni sultanlıq. Bəli, Peyğəmbər devri, xilafət devri, ondan sonra gəldi məliklik. Belə desək, sultanlıq. Sultanlıq ilk olaraq başladı Əməvilərdən və ilk olaraq Muaviyyə radiyallahu anhuda. Ondan sonra davam elədi ta ki keçdi Abbasilərə keçənə qədər. Və Abbasilərin artıq belə deyək, hakimiyyətinin bir neçə ilindən sonra artıq başladı zəifləmələr getməyə. Zəifləmələr getməyə ta ki o yerə gəldi, çatdı ki, Abbasi xilafəti simvolik olaraq Bağdadda belə deyək də kiçik bir ərazini əhatə edərək qaldı. Ətraf isə kiçik dövlətçilərlə artıq əhatə olunmuşdu. Eyyubilər, Səlcuqilər və s. bu kimi kiçik dövlətlərlə. Və təbii ki, yəni müsəlmanlar parçalandısa, müsəlmanlar fitnə düşdüsə və sünnə ortadan qalxdısa, yerinə bidət o vaxt fikirlər gəldi. Artıq İslamın 3-cü əsrin ilk vaxtlarında Mu'təzilə bidəti və s. və sonra da digər bidətlərlə əvəz olunaraq falan artıq başladı nədir? Müsəlman dövləti zəifləməyə doğru getməyə. Ta ki artıq ondan sonra Monqolların hücumundan sonra artıq Bağdada Abbasi xilafəti də dağıldı, getdi. Ondan sonra bir müddət sonra yenidən Osmanlı dövləti yarandı. Osmanlı dövləti də uzun müddət davam elədi. Yenidən inkişaf oldu. Yenidən müsəlmanlar gücləndi, izzətləndilər və s. O da müəyyən bəlli bir vaxta qədər getdi. Belə deyək də, baxanda belə sanki bir ortada bir dalğa var idi ki, o dalğa endi və qalxdı. Sonra yenə endi. Sonra yenə endi və həmin o vaxt alimlər deyirlər ki, bu zaman biz baxırıq qüdsə. Qüds sadəcə bir ümmətin indikatorudur. Qüds hasan ki müsəlmanlarda olur, o onun göstəricisidir ki, müsəlmanlar izzətlidirlər. Məsələn, Ömər ibn Xattabı özəli ilə təhvil verdilər. Sonra artıq bir müddət keçəndən sonra Salahaddin Eyyubi sonra fəth elədi. Yenidən müsəlmanların güclü, izzətli vaxtına gəlib düşürdü bu. Ondan sonra artıq Osmanlı dövləti dağılandan sonra bir bölünmə oldu. Bu bölünmə zamanı da artıq nədir? Qüds yenə yavaş-yavaş əldən getdi. Buna qədər xaç yürüşləri olmuşdu ki, hansı ki Qüds əldən getmişdi və müsəlmanlar da böyük bir itki vermişdilər.
qan tökülmüşdü müsəlmanlara. Hətta küçələrdə atların dirsəyinə qədər deyirlər ki, qan var idi xaç yürüşləri zamanı. Və beləcə müsəlmanların izzətli vaxtı o vaxt olub ki, müsəlmanlar etiqadlarına sahib olduqları vaxt. Müsəlmanlar dünya malına sarıldığında, müsəlmanlar aralarında dartışıb çəkişdiyində və bidətlərə, xurafatlara yol açanda izzətləri də gedir. Və bu tarixdə apaçıq bir dəlildir. Yəni, həqiqətən ki, Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur, İnnət dinə indallahil-İslam. Həqiqətən Allah yanında din, həqiqi din, yəni İslam dinidir. İslam dini aləmlərin Rəbbi olan Allahın bəyənib seçdiyi bir dindir. Bugünkü gündə biz İslam dininin insanlara çatdıranda, təbliğ edəndə bəzi sinif insanlar var ki, yəni müsəlmanları gerici adlandırırlar. Deyirlər ki, baxın Yaponiyaya, baxın Avropaya, onlar inkişaf ediblər. Siz də müsəlmanlar insanları İslam'a çağırırsınız, Allah'a çağırırsınız, Peyğəmbərə çağırırsınız, dinə çağırırsınız. Yəni, bugünkü gündə İslam'a dəvət edən şəxsləri qınaq obyektinə çeviriblər. Və deyirlər ki, baxın müsəlman ölkələrinə, yəni müsəlman ölkələrində elm zəif, iqtisadiyyatları zəif və s. və s. Yəni, belə də şübhələr gətirirlər. Mən belə də zahirən baxdıqda görürəm ki, müsəlman ölkələrinin inkişafının qarşısını alan bəzi vaxtlarda müstəmləkə olmaları olub. Bu səbəbdirmi? Yəni müstəmləkə olduqları üçün müsəlman dövlətləri zəifləyiblər və elmdən və yaxud dünyavi belə iqtisadi gedişatlardan arxada qalıblar? Təbii ki, Coşqun, siz onun sualının içində qeyd etməsəydiniz belə artıq mənim zehnimdən keçirdi ki, o müstəmləkə məsələsi ki, müsəlman ölkələri müstəmləkələrə çevrilmişdi. Məsələn, bizim tərəf olan ölkələr Rusiyanın müstəmləkəsinə çevrildi. Şimali Afrika ölkələri Fransanın və yaxud İtaliyanın müstəmləkəsinə çevrildi. Körfəz ölkələri İngiltərənin, Britaniyanın müstəmləkəsinə çevrildi. Təbii ki, müstəmləkə olduğu zamanda orada artıq gerçək bir şəkildə sümrüçülük ortaya gəlir. Və həmin o sümrüçülük zamanı onların malın, dövlətin, sərvətin sümürürlər, çəkirlər və onların elmdən məhrum eləyirlər, alimlərin, dahi insanları ortadan götürürlər, öldürürlər, sürgün eləyirlər və yaxud da zindana salıb həbs eləyirlər və yerinə isə onlara cahilləri bir dini liderlər kimi göstərib təqdim edirlər, hansı ki onlar da əslində satqınlar idi. Həmin o dövlətlər, xarici dövlətlərə işləyən satqınlar idi. Dini obrazda əslində dini gözdən salmaq üçün çalışırlar və onlar da bu insanları qəhrəman kimi həmişə xalqa təqdim ediblər. Nə qədər yəni İslam kitabxanaları yandırıblar. Təbii ki, Monqolların məsələn hücumu zamanı heç müstəmləkəlikdən öncə, yəni Monqolların hücumu zamanı Firat çayı mürəkkəb rəngində axırdı. O qədər kitabları orada yandırdılar, çaya tökdülər ki, çayın rəngi dəyişib mürəkkəb rəngində idi. Bu belə deyək də, bu mədəniyyətlə, İslam mədəniyyəti ilə apaçıq şəkildə aparılan bir aşkar bir müharibə idi və bunun qaranlıq tərəfi də var idi ki, gizli aparılan müharibə, buna da müharibə mədəniyyət davası deyilir. Onlar da eləcə nə etdilər? Fəlsəfə kitablarını yeritdilər İslam mədəniyyətinə və öz mədəniyyətlərin ərəb dilində təqdim edib yedizdirməyə çalışdılar ümmətlərə və həmçinin onları həqiqi elmdən məhrum elədilər, həm şəri elmlərdən, həmçinin də dünyavi elmlərdən. Çünki niyə görə istəmirlər ki, müsəlmanlar irəliləsinlər. Amma biz dünyada bütün elmlərin bünövrəsinə baxdıqda, təməlinə baxdıqda əksəriyyətinin təməlini müsəlman alimləri qoymuşdur. Sadəcə qeyri-müsəlmanlar onu da işğal eləyərək ya bir dəfəlik öz adlarına götürüblər və yaxud da ki, onun belə deyək də təkmilləşdirmələrin, həqiqətən bəzi təkmilləşdirmə işləri görüblər və bunu aparıblar və yenə də onun kökündən özlərinə nisbət eləyiblər. Və bunlar hamısı onu göstərir ki, İslam və müsəlmanlarla daima müharibə aparılıb. وَلَنْ تَرْدَ عَنْكَ الْيَهُودُ وَلَنَّسَرَ حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ. Yahudi və xaçpərəstlər heç vaxt səndən razı qalmayacaq, yəni səndən barışmayacaq, ta ki onların dininə tabi olmadıqdır. Bu da mümkündür. Tabi olmadıqdır nədir? Müharibə aparılır. Həm apaçıq şəkildə müharibə, həmçində mədəniyyət müharibəsi. Yəni bugünkü gündə yəni İslama nisbət olan xalqlar ki var, ölkələr ki var, onların iqtisadi tərəfdən zəif olmasının günahı bizdə deyil. Günahı, yəni belə deyək, xain insanlardadır. Qərbdədir, Amerikadadır, təbii ki. Bizdə deyil. Yəni biz elmin qarşısını kəsmirik. Yəni biz elmə təşviq edirik. İstəyirik ki, yəni müsəlmanlar elmli olsunlar, zəkalı olsunlar. Yəni din elmə mane olmur, elm də dinə mane olmur. Əvvəlki yeri gəlmişkən Coşqun müəllim bir şey deyim. Məsələn, ilk dəfə akademiya belə deyək də Misirdə yaranıb, Suriyada yaranıb. Həmin o keçmişdəki olan o akademiyalarda, o institutlarda dini elmlərlə yanaşı dünyavi elmlər tədris olunurdu.
Doğrudur, bəli. Bəs onlar bunu göstərirdi ki, yəni dini dünyadan ayırmaq olmaz. Bizim dinimiz dünyamızı da əhatə edir. Evet. Və ayrılmaz bir şeydir. Həmin o mədrəsələrdə, həmin o akademiyalarda dünyavi elmlərlə yanaşı şəri elmlər eyni vaxtda tədris olunurdu. Maddələr var idi. Orada dini maddələr vardı, dünyavi maddələr vardı. Sonradan insanlar artıq belə deyək də daha ali bir mərhələyə keçdikdə özlərinə ixtisas seçirdilər. Ya dini elmlər üzrə araşdırmaçı olurlar, təhqiqatçılar olurlar və yaxud da ki, dünyavi elmlər üzərində. Onlar da böyük nailiyyətləri bu günləri göz qabağındadır. Bəli, bəli. Doğrudur, Ağam müəllim. Həqiqətən, yəni bu İslam ölkələrinin, yəni gördüyünüz kimi, yəni belə parçalanması, zəif duruma düşməsi, yəni bizim günahımız deyil, qeyd etdiyimiz kimi. Yəni, Nə də İslamın günahı deyil. İslamın günahı deyil. Biz sadəcə yəni ilk vacibə çağırırıq insanları. Biz bugünkü gündə məsələn durub hansısa belə deyək, tibbə çağırmırıq. Çünki tibb universitetləri var bu günləri. Biz məsələn durub hansısa bir mühəndisliyə, hansısa bir dünyavi sənətə çağırmırıq. Bizim sadəcə işimiz insanları yəni ilk qayəyə çağırmaqdır, Allaha çağırmaqdır. Ola bilsin bu biraz qabarıq görsənsin. Ona görə İslamı qınaq mənbəyinə çevirsinlər. Biz insanları mənəviyyata çağırırıq, biz insanları dürüstlüyə çağırırıq, biz insanları adilliyə çağırırıq, biz insanları Rəbbüzə çağırırıq. Yəni Allahla tanışlığa çağırırıq. Ola bilsin bəziləri deyə bilər ki, biz yəni Allahı tanıyırıq, yəni Allahı bilirik. Amma həqiqətdə görsən ki, Allahı tanımaqlarında naqislikləri var idi. Elə qeyd etdiniz, Məkkə müşriklərinin yəni hallarından biri də, yəni onlar iddia edirlər ki, biz Allahı tanıyırıq. Amma sadəcə onlar Allahla öz aralarına vasitələr qoşmuşlar və Allah onların İslamını qəbul etmədi. Yəni onların o dinin ibadətlərini qəbul etmədi. Qəbul etmədi. Yəni bizim məqsədimiz yəni insanları Allaha çağırmaqdır, Allahla tanış eləməkdir. Biz də yəni müəyyən bir vaxt yəni biz də deyirdik bizim yəni Rəbbimiz Allahdır. Allahı tanıyırdıq, amma layiqincə tanımırdıq. Doğru, dürüst yəni tanımırdıq. Və bu bizim ilkin vəzifəmizdir. Çalışırıq ki, insanları Allaha çağıraq. Çünki Allahın dində Ağalı müəllim xoşbəxtçilik var, Bəli. saadət var. Yəni bu dinin misli yoxdur. Həmçində ki, Coşqun müəllim, üzr istəyirəm. Bizim ixtisasımız budur da, belə deyək, cəmaatın dili ilə isə ilahiyyatçılıqdır. Bəli. Yəni şəriət elmləri üzrə. Bizim vəzifəmiz budur və insanları hidayət yoluna çağıraq. Yəni ki, bizim ixtisasımız nəyədirsə, biz ondan danışırıq. Və demirik ki, başqa ixtisas sahibi də danışmasın. Bəli. Bizim nə qədər dostlarımız, tələbələrimiz var ki, yaxşı idmançılardır, dünya şöhrətli idmançılardır. Bizim nə qədər dostlarımız, tələbələrimiz var ki, dünyavi elmlər üzərində öz sözlərini deyiblər, həm ölkə səviyyəsində, həm dünya səviyyəsində. Beləcə idmanda, elmdə, ondan sonra hətta hərbidə nə qədər müsəlmanlar, nə qədər dininə sadiq olan insanlar var ki, böyük-böyük tövhələr veriblər, həm xalqa, həm millətə, həm dövlətə. Bunun göstəricisidir ki, yəni dinlə dünyada bir ziddiyyət yoxdur. Sadəcə elə etməlisən ki, sənin dinin dünyaya mane olmasın, dünyan da dininə mane olmasın. Belə ki, hər hərəsinin öz yerində vaxtın verəsən, haqqın verəsən və ödəyəsən, dünya işlərində haramlardan uzaq olasan, dini işlərində dini doğru düzgün, Allahın əmri, Peyğəmbəri sünnəsi olaraq yaşayasan və beləcə burada xeyirdən başqa heç nə gələ bilməz. Təşəkkür edirəm Ağalı müəllim. Yəni bu Məkkə müşriklərin durumu, halı, cəhalət dövrü bir sübutdur bizə ki, həqiqətən insan İslamla izzətlənir. İnsan İslamla şərəflənir. Mən ona görə Məkkə müşriklərinin cəhalət dövründən sizə sual verdim ki, yəni həqiqətən insanlar o cür zülmətdən, qəlb bağlantısından, sıxıntıdan haqq bir dinə çıxdılar, nura çıxdılar. Allah Azza və Cəllə onlara mənəvi bir işıq verdi, yəni hidayət verdi. Və hidayət Allah Azza və Cəllənin əlindədir. Allah Azza və Cəllə qullarına xeyir istəyir. Baxın, bugünkü gündə yəni hər kəs bilir ki, yəni göylərin və yerlərin xaliqi Allahdır. Günəşin, ayın Rəbbi Allahdır. Səmada buludları Allah saxlayır. Göydən yerə yağışı Allah endirir. Yəni bunlar hamısı möcüzədir. Həqiqətən möcüzədir. O belə bir Rəbbin dinə biz niyə çağırmayaq ki insanları? Əlbəttə şərəfdir. Bəli. Və Allah özü də, yəni belə bir Rəbb bizi İslam'a çağırır. Yəni namaza çağırır, hidayətə çağırır, ədalətli olmağa çağırır. Qurani-Kərimdə Ağalı müəllim təqribən 300-ə yaxın ayə var ki, Allah insanları namaza çağırır. 300 dəfə aləmlərin Rəbbi olan Allah insanları namaza çağırır. Aqimussalah. Bəli. Sən də bir müsəlman olaraq Allahın 300 çağırışına cavab vermirsən. Özünü İslam'a nisbət edirsən.
Və gündə də 5 dəfə də müəzzin qışqırır sağa. Bəli, gündə 5 dəfə müəzzin. Heyyə aləs-salah, heyyə aləl-fəlah. Haydi namaza, haydi qurtuluşa. Və sən belə bir şərəfli bir işdən, yəni belə deyək, uzaq düşmüsən. Allah təala qəlb gözlərimizi açsın. Amin, amin. Allah razı olsun Ağam müəllim. Çox sağ Təşəkkür olun. edirəm, minnətdaram. Çox Mən də sağ olun. minnətdaram. Allah razı olsun.